Uşaqlarda hidronefroz, böyrək genişlənməsi, bunu yaradan səbəb böyrəyin çıxışında sidik axarının darlığıdır. Darlığı yaradan səbəb isə sidik axarında sinir hüceyrələrinin olmaması və yaxud əlavə bir arteriyanın onu sıxmasıdır. Bu halda ana bəttində artıq sidik ifraz edə bilmir deyənə böyrəkdən çıxışı daraldığına görə sidik böyrəyin içində yığılaraq genişlənir və ana bəttində görülür. Bəzən də valideynlər qorxuzurlar ki, iki tərəfli olduğu halda uşaq ölə bilər, bunu götüzdürün. Xeyr, nə qədər ölçüsü böyük genişli böyrək olsa belə doğuşdan sonra 60% hala qədər geriyə çəkilib itə bilir. Bəli, çəkilib itməyən hidronefrozlar artıq əgər genişlik çox gərgindirsə, yəni 3-cü dərəcənin üzərindədirsə, erkən dövrdə cərrahi əməliyyat olunaraq darlıq götürülür, axar təkrar böyrəyə tikilərək tam bərpa olunur. Yox, əgər 2-ci dərəcə, 3-cü dərəcə aradadırsa, bir müddət gözlənilərək izləməyə alınır, pasiyent biraz özünü toparlayır, yəni bir ayın üzərində cərrahi müdaxilə oluna bilər. Biz bu pasiyentləri hər həftə etdiyimiz bir əməliyyatlardır. Andersen Haynes metodu əməliyyat icra edirik. Ya mikrocərrahi, ya qapalı şəkildə laparoskopik icra olunur və pasiyentlər tam şəkildə böyrəyin toparlanır. Sadəcə erkən diaqnoz və erkən müdaxilə mütləqdir. Təşəkkürlər.